Salam dəyərli izləyicilərim, kanalımda xoş gördük sizləri. Bugün sizlərin görüşünə Gürcü mətbəxinə aid olan Tbilisi salatının resepti ilə gəlmişəm. Bizə lazım olan ərzaqlar bunlardır. Yarım kilo qırmızı lobya, 200 qram qoz ləpəsi, 2 ədəd qırmızı soğan, 2-3 tikə mal əti, 4 ədəd rəngli biber, 1 diş sarımsaq, 1 dəstə keşniş, sosu üçün 1 armudu stəkan duru yağ, 2 dolu xörək qaşığı sirkə və 2 xörək qaşığı limon suyu, ədviyyatlardan isə xmel suneli, pul biberi və duz. İndi isə keçirik hazırlanma qaydasına. Əvvəlcə belə bir qazan götürürük və lobyanı qazana əlavə edirik. Üzərinə çıxana qədər su ilə doldurub qoyuruq qaynamağa. Burada da ətimizi qoyuruq, yumşalana qədər pişsin. Əvvəlcə soğanı bu qaydada yarı aypara formasında doğrayırıq. Soğanları bu qaydada doğradıq. Sonra üzərindən sirkəni əlavə edirik və yaxşı qarışdırıb qoyuruq kənarda. Soğanın biraz acısı çıxsın. Əlimizlə bu cür yaxşı qarışdırırıq və qoyuruq kənara. Sonra isə keçirik qalan ərzaqlarımızı doğramağa. Qozu da bu qaydada xırda eləyirik. Sonra isə ətimiz və lobyamız pişdikdən sonra ərzaqların hamısını qatıb yaxşıca qarışdırıb servis edib nuş edirik. Artıq ətimiz qaynadı, lobyamız da hazırdır. Qoyduq kənara soysun. İndi isə keçirik sosumuzu hazırlamağa. Sosumuz üçün limon suyu, duru yağ, sarımsaq və ədviyyatlarını qatırıq. Yaxşı qarışdırırıq. Bütün ərzaqlarımızı doğrayıb qatandan sonra isə sosumuzu əlavə edirik. Bu cür bütün doğradığımız ərzaqları qatıb bir-birinə yaxşı qarışdırırıq. Bu cür yaxşı qarışdırdıqdan sonra kənarda hazırladığımız sosu əlavə edirik və servis edib nuş edirik. Artıq Tbilisi salatımız hazırdır. Əgər videomu, reseptimi bəyəndinizsə, kanalıma hələ də abunə olmamışsınızsa, kanalıma abunə olmağı, videoları dostlarınızla və yaxınlarınızla paylaşmağı və bəyəndim düyməsinə basmağı unutmayın. Hələlik.